Rooney ilə Amorim arasında atışma oldu. Rooney söz atıb şeyi. Rooney Pakmel'dən ayrılır. Deyir ki, Ruben Amorim mənə biraz bir sadəlövməş. Çünki Amorim açıqlama vermişdi ki, hansı mövsüm olacağına söz verə bilmirəm, amma bizim hədəfimiz Premier Liqanı udmaqdır. Bəlkə 5 il sonra. Rooney dedi ki, bu açıqlama çox sadələv açıqlamadır da. Hikmət kimi ki, azlayın bunları. Amorim də növbəti mətbuat konfransında açıqlama verdi ki, yəni mən sadələv deyirəm, sadələv olsaydı mən 40 yaşımda Manchester United baş məşqçisi olmazdım. Bir növ Wayne Rooney-yə söz soxub, belə bir söhbət ki, Sən də 40 yaşında heç kimsə dözərsən. Axıran tuturlar səni. Bax orada Paul Rooney deyir ki, mən 40 yaşına çatanda bir futbolçu olanda belə Benfica-da çürümürdüm də belə. Çempionlar Liqası və Amorim bu sözü deyəndən sonra getdi Fulham uduzdu. İşin ironik tərəfi bu. Özdə Penallarda Joshua Zirkzee bir dənə penala gəlməyi var. O epizoda bir dənə baxarsan, dedim ki, sən öl. Bu qədər özgüvənlə gəlirsə, topu altdan qoyacaq da. Yəni bu ayağın gücünün zadına ayrıla bilməyəcək. Leno'dakı onsuz da moralini öldürmüşdü penaldan qabaq. Davay, bas kimsən ona.